Bakıdakı 265 nömrəli Körpələr Evi uşaq bağçasının dəhlizində tavandan bərk cisim parçasının düşməsi nəticəsində bir uşaq xəsarət alıb. Müəssisədən Azərbaycan müəlliminə bildirilib ki, Azərbaycan müəllimin nəşrinə bildirilib ki, tibb başçısı tərəfindən uşağa ilkin tibbi yardım göstərilib. Bağça rəhbərliyi tərəfindən uşağın valideyninə dərhal məlumat verilib, azyaşlı səhiyyə müəssisəsində müayinə olunub, uyğun tibbi yardım göstərilib. O vəziyyətin qənaətbəxş olduğu üçün evə buraxılıb. Ümumiyyətlə tavandan nə hansısa bərk cisim düşüb, nə olduğu bilinmir. Amma ki, yəni bağçalarda zaman-zaman eşidirik belə hadisələri. Təbii ki, insanın başına hər yerdə bir iş gələ bilər, amma yenə də bağçada olan tərbiyəçilər, fəaliyyət göstərən çalışanlar həmişə uşaqlara nəzarət etməlidirlər əslində. Ola bilər birdən hər şey ola bilir, amma yenə də o övladlar sizə əmanətdir orada. Yəni maksimum şəkildə ehtiyatlı davranmaq lazımdır. Çünki bu uşaq da az yaşlıdır. Yəni bəzən elə bir şey düşə bilər ki, o həyatını da itirə bilər. Elə bir yerindən zərbə ala bilər ki, uşaq həyatını itirə bilər. Daha indi vəziyyətinin yaxşı, qənaətbəxş olduğu deyilir, amma daha da pis ola bilərdi. Bəs onda necə məsuliyyət, necə cavab verə biləcəkdilər? Bu bağçada ümumiyyətlə zaman-zaman belə qəribə hadisələr yaşanır. Bu heç də xoşa gəlməz deyil. Yəni bu qəza olsa da yenə də nəzarət olmalıdır. Bu demək deyil ki, hər qəza da oldu, bitdi, ola bilər. Bunu normallaşdırmayaq. Bu nəzarət güclənməlidir. Çünki uşaq valideyn səbirsizliklə gözləyir ki, gedib uşağımı bağçadan götürəcəm, uşağım orada yeri rahatdır, özü narahat qalır, ya işə gedir, ya hər hansısa indi müxtəlif səbəblərlə, amma uşaq onsuz da bağçaya getməlidir ki, bağça uşağın inkişafı üçün yararlı bir yerdir. Amma ki, etibar etmək lazımdır. İndi bütün valideynlər narahat olacaq uşaqlarına görə. Çünki zaman-zaman belə xəbərlər çıxır. Yəni nə qədər davam eləyəcək bu cür hadisələr? Yəni nəzarət güclənməlidir, mütləq ki, güclənməlidir. Çünki orada o az yaşlıdır. Yəni müxtəlif yerlərə gedir, başı çıxmır, hər yerə əl vurur, hər yerə gedir. Ona görə də nəyi hara qoyurlar, biraz diqqət etməlidirlər ki, yarana biləcək təhlükələrin qarşısını almaq üçün. İnsan həyatı heç nədən sığortalamayıb, amma insan ən azından öz ağlının dərk etdiyi bir şeyləri etməlidir ki, yəni uşaqlar üçün yarana biləcək təhlükələri minimuma endirməyə çalışmalıdırlar ki, xüsusilə də o cür müəssisələrdə. Çünki orada yəni müxtəlif valideynlər uşaqlarını sizə əmanət eləyib gedir. Yəni siz çox böyük məsuliyyət daşıyırsınız. Yəni, o məsuliyyəti yüklənməyəcəksinizsə, o məsuliyyəti daşıya bilmirsinizsə, yəni sizin fəaliyyətinizin də heç bir dəyəri yoxdur.